4500 metr yüksəklikdə olan alpinistlərə məlum oldu ki, havanın temperaturu 0 selsidir. Dağın ətəyində, okean səviyyəsində havanın temperaturunu tapmamızı istəyir. Məsələ işlədikdə hər zaman bir dağ təsviri çəkirik və verilənləri üstündə qeyd edirik. Bizə deyir ki, 4500 metr yüksəklikdə havanın temperaturu 0 selsidir. Ətəkdə temperaturu tapın. Temperatur tapmaq üçün ilkin olaraq bilməliyik ki, 1000 metr yüksəkliyə qalxdıqda temperatur 6 selsi düşür. Bu qaydadır. Hər 100 metr qalxdıqda isə 0,6 düşür. Bunlar qaydadır və biz bunları əzbər bilməliyik. Bizə hələlik lazım olan 1000 metrdir. İkincini silək, 1000 metrin işimizə davam edək. Zirvədə temperatur verib ətəkdə soruşur. Temperatur fərqini tapmaq üçün 1000 metr 6 selsidirsə, tapırıq ki, 4500-ə temperatur nə qədər dəyişib yazırıq x. X bərabərdir. Orta hədlərin hasili kənar hədlərin hasilinə bərabərdir. 4500-ü 6-ya vurub 1000-ə bölmək lazımdır. 1000-ə böldükdə olar 27. Müsbət 27. Temperatur zirvədə 0 selsi verilir. Demişik ki, zirvəyə doğru qalxanda temperatur düşür. Bizdən isə əksini istəyir. Ətəyə doğru gəldikdə nə baş verər? Zirvəyə doğru qalxdıqda temperatur düşürsə, ətəyə doğru gəldikdə isə temperatur artacaq. 0-ın üstünə 27 gəldikdə tapırıq ki, ətəkdə temperaturumuz müsbət 27 dərəcədir.